1927-ci ildə Böyük Allahverdi rayonunun Böyük Ayrım kəndində anadan olmuşam. Ondan sonra orada da məktəbə getmişəm. Ailəm, uşaqlarım çox idi, kənddə qalmışam. Axırı ermənilər qovana kimi kənddə olmuşam. Yaxşı da yaşamışam, yaxşı bağım, bağatım olub, maşınım olub, yaxşı şəraitim olub. Biraz dağ kimi rayon idi. Təbiəti bir tərəfimiz meşəlik, dağlıq, bir tərəfimizdə kolxozun, savxozun tarlası zadı. Yaxşı bağ salmışdılar, su çəkmişdilər təzədən. Yaxşı şəraitimiz var idi yaşamağa, dolanmağa. Hər şeyimiz təmin idi. Yaxşı bağım var idi mənim. Şəftəli bağım var idi, böyük bağım. Həyətdə də bağım var idi, başqa da bağım var idi. Şəraitim yaxşı idi mənim, dolanmağım yaxşı idi. Yaylağa Ləlvər dağına gedirdik. Ləlvər dağı deyirlər. Orada var idi Nəhədəyin bulağı, Nəvi Qayran bulaq, Qoca Qayran bulaq, Mosunun bulağı, yaxşı sular var idi. Dağ suları, yaxşı sular. Çaydakı kəndin arasından, iki kəndin arasından gəlib keçirdi. Bura bizim dağ rayonu idi. Belə bir dörd tərəfi qayalıq, sol sağ tərəfimiz meşəlik. Əkin yeri zadı, bağlar hamısı o torpaqda idi. Bir yanımız meşə dağ idi, meşələr idi, dağlar idi. Hər şəraitimiz var idi, hər şəraitimiz. Mən Həsənov Habil Mehdioğlu, Allahverdi rayon Böyük Ayrım kəndinin sakiniyəm. 1977-ci ildə may ayının 9-da oradan anadan olmuşam. Orada orta məktəbə qədəm qoymuşam. 4-cü sinifdə oxuyarkən erməni təcavüzünə məruz qalıb deportasiyaya uğramışıq. Və hətta bu 2 dəfə köçkün yaşamışıq. Bir dəfə ondan qabaq qovublar bizi, qaçmışıq Gürcüstan mahalına. Oradan təzədən qayıdıb öz kəndimizə, daha sonra təməlli olaraq bizi deport ediblər. Həmin ərəfədə də biz məcbur qalıb, arvad, uşaq, kənd əhalisinin müəyyən bir qismi meşə yolu ilə, çay yolu ilə Gürcüstan mahalına qaçmışıq, Borçalı mahalına. Bizi hərbə zorba ilə çıxardıblar. Bizim kəndin sakinləri, bəziləri, biri yoxuşun başı deyildik, kəndin bir girişi, biri bu Aslanın yağı tərəfdən, göl tərəfdən, Cögən kəndi tərəfindən. Orada barikadalar qurmuşdular ki, kimin həm taxtası, ağacı, lomu, lapatkası, bəzən ov tüfəngi olaraq, yəni barikada qurub kəndin cəmaatını qoruyurdular. Və həmin gecəni də təməlli olaraq, hətta o gecə getsin, qayıtmasın ki, yadımdadır ki, bütöv meşəni biz yanımızda yaşlı qadınlar, balaca uşaqlar, məni kimi məndən böyük də kiçik də var idi. Borçalı mahalının Mollaoğlu kəndinə biz üst tutduq ki, gecə səhərə qədər qorxa-qorxa yol gəlmişik. Hadisələr çox pis olubdur, getsin, qayıtmasın inşallah. Sonraki aylarda elə bir ki, bizim hər bir veşimiz qalmışdı orada kənddə. Mal-qaradan çıxardılan olmuşdu. Dədəmlə anam qayıtmışdılar kəndə, yəni bilmədən. Sonradan oradan veşlə qaydanda, burada yolda ermənilər bunların qabağını saxlayıb ki, dədəm də erməni dilini səlis bilirdi. Yəni, çünki şofer işlədiyinə görə hər yerdə işlədiyi bilirdi. Orada görüblər ki, dığalar deyib ki, bunları türkdürlər, bunları gəlin başını kəsək, ataq çaya, 5 gün də götürək, gedək. Sonradan dədəmi orada kimsə tanıyıbdı, Uçaskovudan kimsə tanıyıb, yəni hörmətinə görə çəkib qırağa deyib ki, meyti, sizi öldürmək istəyirlər, amma mən sizə aparıb təhvil verəcəm Gürcüstan sərhədindən. Elə də olubdu, dədəmlə anamı gətirib təhvil vermişdilər, yəni dəyər-dəyməz olmamışdı. Kəndimizin adlı sanlı insanlarından çoxdur. Demək olar ki, biri yəni çoxdan dünyasını dəyişmiş Bayram Həsənov var, uşaq ədəbiyyatında əmindir. Sonradan kəndimizdən ziyalı ailələr çoxdur burada. Biri Vahid Novruzov var, bizim dövlət strateji obyektlərindən birində işləyir. Elşad Musayev deputatımızdır. Sonra əmim kimyaçı alim olub, akademik olubdur, Zöhrəb Həsənov. Yəni, o birisi əmlərimdən də dövlət xadimlərində işləyən Oruç müəllim olub, əmmimiz. Daxşər Nazir Abdelkadir işləyib. Sonra da ki, kəndimiz şəhidimiz var, 92-ci illərdə, yəni 1-ci Qarabağ müharibəsində Kamandar rəhmətlik şəhidimizdir. Məlikə Əhmədova,
Yəni birbaşa prezidentin ona fəxri fərman verməyi, medal verməyinə təltif olmuş, bayraq ordeni verilmiş, yəni xadimimiz var. Yəni kəndimiz böyük olubdur. Düzdür, saysaq, sadalasaq çoxdur, yəni amma yenə də ziyalı ailələrimiz çoxdur. Gözəl gülşəmiz olubdur. Bizim kənd qıraqdan baxanda, yuxarıdan baxanda demək olar ki, Şuşanın relyefindən eyni bir kənd. Həm aranı, həm dağı. Şuşa kimi qayalığın üstündə və sinəsi, arxası elə bir ki, meşəyə söykənmiş bir kənd olur. Təzədən görsəm yalvarıb gedərəm. Həmin şərait olsa yalvarıb gedərəm. Həm xatirələr unudulmazdır, həm də şərait üçün. Çünki bizim kənddə hamının şəraiti yaxşı idi. Su gəlirdi, bağ var idi, alma, meyvə, hər şey var idi. Desəm ki, büyünün bugünkü gününə qədər, saniyəyə qədər bir addım kim getsə, 2 addım mən gedərəm o yerlərə. Çünki gəzilməli o, belə qibtə elədiyimiz yer o qədər yəni gözəl yer idi ki, evimizin arxası Aslanın yalı deyirdilər. Axşam olanda hamı çıxırdı, mal heyvanını oradan qarşılayırdı. Səhər olanda hamı oradan ötürürdü örüş üçün. Yəni məbədlər, bizim evin arxası Aslanın yalı deyilən yer bütöv demək olar ki, qəbir yerləri idi. Alban məbədimi deyim, Alban geyimi deyim, qəbirlərimi deyim, amma tarixi abidələr çox idi. Meşədə var idi, Şpırtxanın meşəsi deyildik. Nəhədənin meşəsində Alman məbədi idi, kilsə kimi. Yəni məbədə ziyarətə gələn də var idi, sitayiş eləyən də var idi. Yəni gəzilməli yerləri çox idi, dincəlməli yerləri çox idi. Bugünkü gündə də yenə Allahdan yalvarıram ki, geri dönüş olsun, mən də gedim görüm, bir də görüm.